Bütün qadınları 8 Mart bayramı münasibətilə təbrik edirəm. Mən çox istəyərdim ki, biz bu günləri qadınların çiyninə onlara aid olmayan yükləri qoymayaq. Qadınları zəif kimi yox, zərif kimi görməyi və qorumağı bacarmalıyıq. Bu günləri qadın ucalığında qalmalıdır, qadın zərifliyində qalmalıdır, qadın gözəlliyində qalmalıdır. Çünki bayaq dediyim kimi bir millətin qadını xoşbəxt deyilsə, o millət heç vaxt xoşbəxt ola bilməz. O cəmiyyət sağlam cəmiyyət ola bilməz. Çünki qadın həyat vericidir. Baxın, ad günlərimiz olur, hərəmizə hədiyyələr verirlər də. Biri kitab alıb gətirir, biri nə bilim bir tort alır gətirir, biri bir qələm alıb gətirir. Amma ananın hədiyyəsi nədir? Ananın hədiyyəsi ömürdür. O bizi ömür verib və bu ömrün bir saniyəsini kimsə kimsəyə vermir.